Her vaxtınız xeyir yoldaşlar. İyun imtahanında iştirak edəcək BB kateqoriyası üzrə tələbələrimiz üçün və kursun tələbəsi olmayan şəxslər üçün onlayn sistemimizlə Dövlət İmtahan Mərkəzinin yaratdığı modelə birə-bir oxşayan modelimizlə sınaq təşkil etmişdik və siz indi həmin sınağın informatika suallarının izahını görürsüz. Növbəti videolarımızda isə məntiq suallarının izahını görəcəksiniz. Və kursumuzda iyul imtahanı üçün də belə bir sınaq təşkil olunacaq. Qoşulmaq istəyənlər bizim əməkdaşlarımıza müraciət edə bilirlər. Yoldaşlar, biz hal-hazırda BB kateqoriyası üzrə təşkil etdiyimiz sınağın 15 informatika suallarının izahı ilə tanış oluruq. Növbəti videoda isə məntiqi görəcəksiniz. 56-cı sualla başlayaq. Kompüterdə icra olunan əməliyyatların hər birini addım-addım qeydə alan Windows əməliyyat sisteminin standart proqramı Step Recorder adlanır. Bu standart bir şeydir. Xəttə xüsusi qurğu qoşmaqla telefon danışıqlarının gizli qulaq asılması üçün istifadə olunan hücum növü. Bu wiretappingdir. Bu metodla xəttə qurğu qoşaraq, proqram yazaraq müxtəlif telefon danışıqlarını nəzərə almaq, qeydə almaq lazım, belə deyək. Qeydə almaqla bağlı bir təhlükədir. Siz bu terminləri informasiya təhlükəsizliyi adı altında olan mövzudan öyrənə bilərsiniz. Müəllifin imzasının sənədə daxil olması üçün signature line əmrindən istifadə olunur. O da insert tabında yerləşir. Giriş qurğularını seçin deyil. Prosesor nə giriş, nə də çıxış qurğusu deyil. Modem həm giriş, həm çıxış qurğusudur. Mikrofon giriş qurğusudur. Səsimiz kompüterə daxil olur. Scanner giriş qurğusudur. Onun vasitəsilə qrafik formatda şəkillər və mətnlər kompüterə daxil olur. Monitor çıxış qurğusudur. Verilənləri əks etdirir. Printerdə çıxış qurğusudur. O da vərəq üzərinə məlumatları çap edir. Bizə giriş qurğuları lazımdır. 2 və 3 cavab A variantı. Elektron hökumət portalının texniki vasitələrinin nüsxəsi harada saxlanılır? Təbii ki, portalın ehtiyat mərkəzində. Şəkildə oxla göstərilən əmr yerinə yetiriləndə nə baş verir? Clear content. Content nə deməkdir? Məzmun. Clear nədir? Təmizləmək. Deməli, düzgün cavab olacaq. Cari vərəqdəki seçilmiş xanaların məzmununu silir. Formatını yox, formatını yox, seçilmiş xanaların özünü yox, məzmununu silir. 62-ci sualda, çap sualında bizdən nə istəyir? Deyir ki, print fragment pəncərəsi verilib. Burada even page əmri aktivdirsə, hesablama aparın. Even cütlər deməkdir. Bu intervaldan cütləri seçək. 4, 6, 8, 12, 14, 20, 22, 24. 3, 5, 8 dənə vərəq. 8 vərəqi böləcəksiniz 4-ə. 4 page per sheet olduğu üçün eləyəcək 2. One side'dır. Heç nə. 2-ni də vuracaqsınız 3-ə. Cavab eləyəcək 6. A variantı. URL ünvanı əsasən müəyyən edin. Yoldaşlar, protokol başda olur. FTP protokol adıdır. 3W internet xidmətinin göstəricisidir. HTTP XM aşağı səviyyəli belə, bu ümumiyyətlə yuxarı səviyyəli domen, aşağı səviyyəli və ən aşağı səviyyəli domen, amma adətən HTTP-XML server adı deyirlər. Yəni məsələn dim.gov.az-da dim server, gov aşağı səviyyəli domen, az yuxarı səviyyəli domen adlanır. Testlər HTML isə faylın adı və genişlənməsidir. Qısacası protokolun adı FTP-dir, 1-ə uyğundur B. Serverin adı HTTP XM, 2'ye uyğundur C. Faylın adı testlər, 3'ə də uyğundur D. Növbəti suala keçid edirik. Növbəti sualımız deyir ki, doğru olmayan mülahizəni seçin. Ctrl A düymələr kombinasiyası bütün sənədi seçir. Bəli, doğrudur.
Mövcud sənəd açmaq üçün open əmrindən istifadə olunur. Doğrudur. Mövcud sənəd, yəni kompüterin yaddaşında olan sənəd. Ctrl F4 cari sənədi bağlayır, düzdür? Alt F4 ise ümumi proqramı. View Window lent qrupu View tabındadır. Bu da düzdür. Deməli, səhv olan B'dir. Ctrl N düymələr kombinasiyası kursorun mövqeyini cari sətrin sonuna dəyişir, səhvdir. Yoldaşlar, slide obyektlərinə verilmiş animasiya effektlərinin başlaması üçün 3 əsas rejim var. On click, with previews və after previews. Cavab A variantı. MS Office paketində hazırlanmış sənədin fayllarının kontekst menüsündə nələr var? Qısacası, hər hansısa bir Word faylının kontekst menüsündə nələr varsa, məsələn, onu soruşur. Düzgün cavab. Create shortcut var. Send to var. Personalize iş masasının kontekst menüsündadır. Sonra nə var? Rename var. Paste iş masasındadır. Bunlar ise yine de hər hansısa bir Office paketinin fayllarının kontekst menüsündə yoxdur. Cavab B variantıdır. Sistem proqram təminatını əhatə eləyir. Təqdimat proqramları tətbiqidir. Mətn redaktorları tətbiqidir. Düzgün cavab 1 ilə 3. 69-cu sual. Driverlər kompüterə qoşulmuş qurğuların işini idarə edən, onları əməliyyat sisteminə əlaqələndirən proqramlardır. Üzürlü sayı 68-ci sual qalıb. Deyir, bu düsturu Y7 xanasından hansı xanaları sürüşdürmək olmaz? Baxın, Y7 xanasından bunu A5 xanasına sürüşdürsək, Y-dən A-ya sütunlar D, C, B, A. 4 dənə dala qayıdır. Biz B hərfini 4 dənə dala qaytara bilmərik. Maksimum bir dənə qaytara bilərik A hərfinə. Ona görə bu düz deyil. Y7'den B4'e de qaytarmaq olmaz. Çünki 7-ci sətirdən 4-cü sətrə xanaları qaytaranda düsturları sətirlər 3 vahid azalmış olur. B3'dən elə 3 çıxanda B0 qalır. B0 xanası da yoxdur. A2 xanasına da qayıda bilməz. 7-dən 2-yə qaydanda 5 vahid azalır. 3-dən 5 çıxanda B -2 eləyir. Elə bir xanada yoxdur. Cavab 1, 2 və 3. 70-ci sualda S5 xanasının qiymətini hesablayın deyir. Sum C2, C4. Yəni bunları toplayın. Average A2, A4. Yəni A2'dən A4'ə kimi ədədlərin ədəd ortası. 12, 18, 3'ə böləndə 6. Power A4 üstü B2. A4 üstü B2. 6 üstü 2. 36. Count B3, B5. Count A, üzr istəyirəm. B3, B5. B3'dən B5'ə kimi dolu olan xanalar say. 3 dənə. Onları da toplayanda 42, 3. 45 edir. Beləliklə yoldaşlar, siz sınavımızın izahı ilə tanış oldunuz. Siz bizim səhifəmizdə sonuncu qəbula düşmüş sualları da izahı ilə tanış ola bilərsiniz. Dövlət İmtahan Mərkəzi müəllimlərə imtahanlara giriş məhdudiyyətləri yaratsalar belə, mən sualları sizin üçün izah eləmişəm. Heç kimdə olmayan, heç kimin izah eləmədiyi bütün məntiq və informatika sualları sizin xidmətinizdədir. Görə bilərsiniz, hamısından yararlana bilərsiniz. Özünüzdən müğayət olun, imtahanda hamınıza uğurlar.